Neçənci mərtəbədə qalır Fəxri? 20. Hə, yox, kişi ala bunu. Qalxarsan özün, Fəxrin də mənim adımdan təbrik elə. Ayıbdır. 30 yaşı olub. Dönə tapşırdı ki, mən ölüm çivizlə gəl. Pilləkənlə qalxmıyor. Bu pilləkənlə qalxan heç kəs geri qayıtmadı. Komendantım yuxarı çıxıb. Lift ustasını qaçıb ölkədən. Gedin. Gedin bu binadan. Ki, qoca kişidir, fikir vermə, ağzına gələn danışır. Biz də yavaş-yavaş qalxacaq, nə qalır bəy? Ay hoş gelmişsiniz. Salam aleyküm, salam. Buyurun salam aleyküm. Buyurun geçin qonağımız olun. Arba çay koy. İhtiyac yoxdur, getir. Ben özüm de 16. mərtəbədə oluram. Çıxıb düşmək problem oldu yəni. Köşklüyü qaldıq burada. Yemeği de var. Yemeği ne var? Qəşəng yarpaq dolması bişirmiş. Dolma deyirəm neyse. Otur qonağımız olun da. Bəlkə oturaq. Ad gününə gəlmişik də. Biz ad gününə Şəhərə ad gününə belə gəlmişik. Çox sağ olun, valla Onda çox bir sağ də olun. uşaq şehirlisin. Sonra gedim. Bak şehri deyiləm. Bildiğim şehir deyiləm. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil, səni görəcək utanmazmı? Əşdir tələsirsin. İkinci şehri deyiləm. Əblər gedir. İkinci şehri. Dolma yarpaq idi. İkinci şehri deyiləm. Əşi bu ikinci şehri niye bilmir bu? Bilmirsən Hara sən gedirsiniz ikinci siz? Bak dolma da var, şehir de var. Neçədir? 20 manat. 20 manatı olar da. Onda düşün aşağıdan alın. Bu hələ nədir? Çörəyə 50 manata veririk. Yaxşı ki gəldiniz. Əlavə adama ehtiyacımız var idi. Xuliqanlar yuxarı mərtəbəni nəzarətə götürün. Düşüb qalxan hamıdan haqq istəyirlər. Bizlə bu döyüşdə varsınız. Varıq. Onda 14-cü mərtəbə uğrunda irəli! Silah verin! Silah verin! Fuat, mən gedə bilməyəcəm. Məni burax get. Faxrın adımdan təbrik eləyərsən. Yox. Bura qədər gəlmişik. Az qalın. Həyat yoldaşıma deyərsən ki, onu həmişə çox sevmişəm. Özün deyəcəksən. Mən səni burada tək qoymayacağım. Get deyirəm sənə! Mən sənə mane olacağım! Zəifəm mən! Burada qalmağa layiqəm! Get deyirəm sənə! Ağsaqqal Fəxri burada qalır. Mənəm də Fəxri. Neçə vaxtı sizi gözləyirəm. Ən yaxın dostlarım ad günümə gəlmədi. Ondan sonra bir də ad günü keçirmədim. Budur sizin dostluğunuz. Budur dostluğunuz. Bizim də başımıza gəlməyən qalmadı. Əlini 17-ci mərtəbədə itirdi. Niyə heç kəs bu lifti düzəltmir? Niyə? Komendant tapıldı.
Hə, liftə görə soruşursunuzsa, bugündən MyLift istifadəyə verilib. QR kodu skan eləyirsiniz, problemi yazırsınız, liftə xidmət göstərən şirkətin xəbəri olur və anında gəlib hər şeyi həll eləyirlər. Biz isə liftlə bağlı bütün məlumatları MyLift platformasından izləyə bilirik. Qonşu, su 20 qəpik. Sen de daha yığışlı şəhərçilik qalx evə.